Müsahibimiz Xankəndi Futbol Klubunun hücumçusu Tural Qurbatovdur. Tural, təbrik edirəm ilk öncə. Ağdaş üzərində 5-0 hesablı inamlı qələbə qazandınız. Yəni çempionluq yolunda inamla addımlayır komanda. Sən özün də qollardan birinə imza atdın. Zəhmət olmasa oyunu şərh edərdin. Yəni bildiyimiz kimi, yəni biz çempionluğa oynayan komandayıq. Yəni hər oyuna ciddi şəkildə hazırlaşırıq. Yəni bizə qarşı da oynayan komandalar çoxsu oturur arxaya, bizdə biraz çətinlik yaradırlar. Buna baxmayaraq biz axıra kimi döyüşürük. Yəni inşallah ki, mövsüm sonunda istəyimizə nail olarıq. Yəni qol vurduğum üçün də sevinirəm, çünki 2 oyunda oynamırdım, zədəliydim. Yəni sevindirici oldu, çıxdım oyunda komandama kömək ola bildim. Yəni bombardierlik yolunda davam edirsən də mübarizələrdə. Yoxsa elə bir məqsəd yoxdur? Məqsəd yoxdur sadəcə olaraq, yəni olsa da ki, yəni bu hücumçu üçün əlbəttə ki, böyük uğurdur. Yəni bunu mən də istəyirəm. Yəni əsas mənim üçün komandaya kömək olmağımdır. İnşallah da ki, yəni gələcək oyunlarda da köməyim dəyər. Oldu, təşəkkür edirəm. Tural, sənə də komandana da uğurlar arzulayıram. Çox sağ ol.